Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyyə bədə həmmə bəd. Davam edirik 3 əsas risaləsini Şeyxülislam Muhammed ibn Abdülvahhab rahimahullahın və bugün 13-cü dərsdir artıq. Və qalmışdıq İslamın ərkanları. İslamın ərkanları keçən dəfə şəhadəteyn, 2 şəhadəti götürdük İslamın ərkanları olaraq. Və ondan sonra müəllif gətirir və dəlil salat və zəkat və təfsir tevhid qavluhu təala və ma umiru illə liyəbudullaha muxlisin lehu'd-din hunafa və yuqimus salata və yu'tuz zakata və zəlikə dinul qayyimə. Və deyir namazın, zəkatın, həmçinin tevhidin təfsirinin dəlili bir ayədə keçir. Allah Teala buyurur: "Və ma umiru illə liyəbudullaha muxlisin lehu'd-din." Onlar isə yalnız, yəni kafirlər, onlar deyəndə, yəni kimlər? Kafirlər isə əmr olunmuşdular yalnız Allaha ixlasla ibadət etsinlər, hənif olaraq, yəni başqa dinlərdən çəkinərək, və yuqimus salata və yu'tuz zakata, və həmçinin namazlarını qılıb zəkatlarını versinlər. Və zəlikə dinul qayyimə, çünki düz doğru din budur. Və dəlil salat və zəkat fə innəhumə ruknani min ərkan dinil xamsə. Namaz, zəkat. Bunlar yəni 5 rükundan sayılır. Yəni bunlar ikisi də 5 rükundan hərəsi bir rükundur. Əlləti lə yəstəqim İslam abd illə bihimə, hansı ki deyir bir qulun deyir İslamı müstəqim, düz doğru olmaz. Yəni bu 2 rükun onda olmayınca. Və kəzə fil əyə, və necə ki, həmçinin ayədə keçir, təfsir-i tevhid eydan, eyni də tevhidin təfsiri nədir? Və əsas əlləzi lə yəstəqimul İslamu abdin illə bihi, ki, bir qulun İslamı düz doğru olmaz, müstəqim olmaz. Yəni, bu təfsir onda alınmayınca, tevhidin bu təfsiri, nədir bu təfsir? Yəni, ixlasla Allaha ibadət etsinlər, bütün dinlərdən uzaq dursunlar, İslam dinindən başqa. Və deyir ki, ayədə keçən və mə umiru əlləzinə kəfəru. Yəni kimlərdir? Əmr olunanlar, orada ayədə keçən kafirlərdir əmr olunanlar ki, onlar Allahı ibadətdə təkləşdirsinlər. Bütün dinlərdən əl çəksinlər, İslam dininə meyl etsinlər. Necə ki, İbn Abbas radiyallahu anhu deyir təfsirində: "Mə umiru fit-Tevra vel-İncil illə bil-ixlas el-ibadəti lillahi muvahhidin." Onlar bir əmr olunmuşdular bundan qabaq Tövratda və İncildə ixlasla yalnız Allaha ibadət etsinlər, muvahhid olsunlar. Necə ki, ayədə keçir: "Və mə ərsəlnə min qablikə min rasulin illə nuhi ileyhi ənəhu la ilahə illə ənə fə'buduni." Biz səndən qabaq elə rəsul göndərmədik ki, ona vəhy etməyək ki, məndən başqa haqq ilah yoxdur, yalnız mənə ibadət edin. Bu da məhz tevhidin təfsiridir. Tevhidin təfsiri nədir? Yalnız mənə ibadət edin, şərik qoşmayın. Sonra deyir ki, yuqimus salatel məktubə bi ərkanihə, yəni namaz qılın, yəni vacib namazlardan söhbət gedir, 5 vaxt namaz, öz rükunlarını, vaciblərini, vaxtlarını qoruyaraq. Və yu'tuz zəkat ində məhəllihə, və həmçinin zəkat vaxtı çatanda zəkatı ödəmək. Və həzə huvə dəlil əs-salat və zəkat, və yuxarıda keçən ayə məhz nədir? Namaza və zəkata dəlildir. Və ennəhumə ruknani min ərkanil İslam, və o ikisi, hər ikisi İslam rükunlarından bir rükundur. Lə yəstəqimu bidunihimə, yəni İslam dini bu ikisi, 2 rükun olmayınca müstəqim, düz doğru olmaz. Və kəsirən mə yukrinuhumə təalə fi kitabihil aziz, və Allah Teala namazı və zəkatı bir çox yerdə öz kitabında bərabər gətirir, yanaşı gətirir. Sonra deyir, və zəlikə dinul qayyimə, və bu deyir, yəni düz doğru dindir, yəni düz doğru şəriətdir. Sonra növbəti dəlil və dəlil-i siyam, orucun dəlili
Allah Taala buyurur: "Ya eyyuhellezine amenu kutibe aleykumus-siyamu kema kutibe alellezine min qablikum la'allakum tettaqun." Bu neçənci rükün oldu? 4-cü rükün. Yəni oruç 4-cü rükün və bunun da dəlili Allah Taala'nın bu ayəsi. Ey iman edənlər, kutibe aleykumus-siyam. Sizə oruc fərz olundu. Necə ki sizdən qabaqçılara fərz olunduğu kimi, bəlkə təqvalı olasınız. Allah Taala yəni mömin qullarına əmr edir ki, yəni bu ümmətdən oruç tutun. Çünki orucda nə var? Nəfsin təmizliyi və pis əxlaqdan təmizlənmək. Və oruc deyir, yəni hicrətin 2-ci ilində fərz olunmuşdu. Necə ki Allah Taala və zəkərə təala ennehu faradahu və awcabahu aleyhim, Allah Taala bildirir bu ayədə ki, fərz etmişdi, vacib etmişdi qulların üzərinə. Kəmə awcabahu alə men kana qablahum felahum fihim usva. Necə ki bundan qabaqki ümmətlərə də orucu əmr etmişdi, onlar da bu işdə nümunədirlər. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, kanu ya'rifunahu qabla al-islam. Yəni cahiliyyə dövründə hətta yəni İslamdan qabaq oruc məruf idi, tanınırdı. Və yestəmilunahu kema fi sahihayn, və onlar orucu tuturdular. Necə ki Səhih Buxari və Müslimdə keçən hədisə əsasən Yevm Aşura kana yevmen tasumuhu Qureyş fil cahiliyyə. Aşura günü, yəni Qureyşlər oruc tuturdular. Aşura günü Qureyşlər oruc tuturdular. Bundan qabaqki, yəni ümmətlərdən qalan bir miras kimi keçmişdi onlara bu. Thumma huwa min al-ilmul am. Sonra oruç tutmaq ümumiyyətlə ümumi elmdir. Bu, yəni qabaqki millətlərdə də olub, hamı bilir bunu. La'allakum tettaqun. Və Allah Taala bitirir ayəni nə ilə? La'allakum tettaqun. Bəlkə təqvalı olasınız. Yəni bis-som li'annahu wuslatun ila-taqva. Yəni orucla. Çünki oruc yəni təqvaya aparan yoldur. Çünki orada deyir nəfsindir boğması, nəfsi boğursan və şəhvətlərin yəni kəsilməsi var. Yəni şəhvəti kəsirsən və nəfsini boğursan. Sonra deyir ki, və dəlilül həcc. 5-ci rükun həcdir. Yəni İslamın 5-ci rükunu həcdir və həccin dəlili Allah Taala'nın bu ayəsidir. وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللَّهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ. Yəni Allah fərz etmişdir onun evini həcc edəsiz insanlara. Ha? Mən istəta ileyhi səbilə. Kim yəni ora getməyi bacararsa, və mən kəfərə, lakin kim küfr edərsə, finnallahu ganiyyun anil aləmin. O zaman Allah Taala yəni aləmlərdən ehtiyacsızdır. Həcc yəni İslamın rükunlarından biridir. Lüğətdə mənası nədir? Qasdu şey. Yəni bir şeyə yönəlmək, yəni qəsd etmək. Şəri mənası isə Məkkəni qəsd edərək yola düşməkdir. Xüsusi orada əməl yerinə yetirərək və xüsusi zamana bağlanaraq. Və deyir ki, وَلِلَّهِ فَرْضُ الْوَاجِبْ عَلَى النَّاسِ. Və Allah fərz edib insanların üzərinə onun evini, yəni Beytül Həramı, Kəbəni, yəni həcc etmək. فَهُوَ أَهَدُ الْأَرْكَانِ الْإِسْلَامِ. Bu İslam ərkanlarından biridir. كَمَا هُوَ مَعْلُومٌ بِالْكِتَابِ وَالسُنَّةِ. Ki, bu kitab və sünnə ilə məlumdur və ümmətin icması ilə həmçinin. Və deyir ki, ey əl-mustati minən-nəs. Kim ora getməyi bacararsa, yəni bacarığa bağlıdır. Mustati minən-nəs, yəni insanlardan, yəni bunu bacaran. وَالْإِسْتِطَاعُ الْقُدْرَ بِنَفْسِهِ عَلَى الذَّهَابِ. Deməli, istita, yəni bu öz-özlüyündə, yəni ora getməyin bir qüdrətidir və həmçinin azuqənin onda yetərincə olmasıdır. Həm gücü çatır yola düşməyə, həm də ki azuqəsi var. Yəni bacarmaq budur mənası. Vacibləri yerinə yetirəndən sonra təbii ki, və غَيْرِ مِمَّا هُوَ الْمَعْلُومُ və digər yəni müəyyən işləri görəndən sonra, hansı ki bu deyir, yəni təfsir və fiqh kitablarında keçir. Sonra deyir ki, وَمَنْ وَجَدَ مَا يَحُجُّ بِهِ وَلَمْ يَحُجَّ حَتَّى مَاتَ فَهُوَ كُفْرٌ بِهِ. Və kim deyir, yəni bu bacarığı toparlayarsa,
Yəni qüdrəti olar getməyə, həmçinin azuqəsi olar getməyə, lakin bunu yerini yetirməmiş ölərsə. Nədir bunun hökmü? Deyir ki, fəhuvə kufrun bihi. Bu deyir, ondan irəli gələn küfürdür. Yəni həcc etməyib, imkanı, gücü çataraq və bu halda ölübsə. وَقَدْ سَمَّ تَعَالَ تَارِكِ الْحَجِّ كَافِرًا. Çünki Allah Teala bu ayədə həcci tərk edəni kafir adlandırır. Allah Teala bu ayədə həcci tərk edəni kafir adlandırır. Nə deyir Allah Teala? Deyir ki, وَمَنْ كَفَرَ فِنَّ اللّٰهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ. Yəni Allah Teala deyir ki, fərzdir hər bir insana həcc etmək, Allahın evini bacarana. Sonra qeyd qoyur ki, bacarana. Ondan sonra deyir ki, lakin kim küfr edərsin, yəni bacaran küfr edərsə, Allah Teala yəni aləmlərdən ehtiyacsızdır. Ona görə Allah Teala bunu nə adlandırır? Tərk edəni kafir adlandırır. Fəqət dəllə alə kufrihi. Bu da deyir, yəni onun küfrünə dəlalət edir bu ayə. Və izə kənə dəllə alə kufrihi. Əgər bu ayə onun küfrünə dəlalət edirsə, fəqət dəllə alə əqidiyyəti rukniyyətihi. Demək ki, bu deyir, çox yəni nədir? Mühüm bir rüknudur İslamın. Çox mühüm rüknudur. Necə ki, əsərdə keçir, Mən mətə və ləm yəhuccə fələ aleyhi ən yəmutə yəhudiyyən əv nəsraniyyə. Kim həcc etmədən ölərsə, fərq etməz onun yahudi və yaxud nəsrani kimi ölməyində. Və bu 5-ci rükun idi, İslam rükunu. Ondan sonra gəlir dinin 2-ci dərəcəsi, o da iman dərəcəsidir. Yəni 1-ci dərəcə dedik ki, İslamdır və bunun 5 rükünü var. Ondan sonra gəlir mərtəbətə səniyyə əl-iman. 2-ci dərəcə, o da nədir? İman dərəcəsidir. Və huwa bid'un və səb'una şu'bətən. Və bu deyir, yəni 70-dən çox, 70 və daha artıq şöbələrdən, yəni hissələrdən ibarətdir. Fə'aləhə qavlu la iləhə illallah. Və ən uca dərəcəsi, yəni imanın ən uca dərəcəsi nədir? La iləhə illallah sözüdür. Və ən aşağı dərəcə isə yoldan əziyyət verən şeyi götürməkdir. Vəl həyə şu'bətun minəl iman. Həyə isə o dərəcələrdən biridir. Yəni iman dərəcələrindən biridir. Və ərkanuhə sittətun. Rükunları isə imanın 6-dır. Allah'a iman, mələklərinə gələcək. Aydındır bu. Demək, və qaddəməl mərtəbətəl ulə və hiyəl İslam. Və müəllif deyir burada, yəni 1-ci dərəcəni, İslamı önə çəkir, ondan sonra imana keçir. Çünki iman deyir, İslam dərəcəsindən daha nədir? Genişdir, özlüyündə. Çünki iman, İslamdan genişdir. Niyə? Niyə genişdir? Çünki imana daxildir həm İslam, həm də əlavə bir şeylər. Yəni, yetərli deyil o 5 rükun imanda. Əlavə bir şeylər də tələb olunur. Aydındır. Bu cəhətdən, yəni, iman özlüyündə İslamdan daha geniş dairədir. Amma iman əhli və İslam əhli. Burada İslam əhli daha genişdir. Aydındır fərq. Yəni, iman özlüyündə daha geniş məfhumdur. Amma əhlinə gələndə, yəni iman əhli azdır, nəinki İslam əhli. Aydındır. Çünki hər iman əhli İslam əhlidir. Amma hər İslam əhli iman əhli deyil. Aydındır. Demək, İslam əhli daha çoxdur. Aydındır. Münafiqlər və digər, yəni zəif imanlılar, yəni bunlar hamısı İslam əhlinə daxildir. İman əhli çərçivəsi isə daha dardır. Amma özlüyündə iman, yəni iman tələbləri İslamdan daha genişdir. Niyə? Çünki içinə daxildir həm İslam, həm də əlavələr. Yəni içində qəlbi əməllər və digər şeylər. Aydındır bu cəhət. Və necə ki Allah Teala buyurur, yəni bu xüsusda Qalətil ərab əmənnə qul ləm tu'minu və ləkin qulu əsləmnə. Yəni bədəvi ərəblər dedilər ki, biz iman etdik. Allah Teala o sözlərinə etirazən dedi ki, deməyin iman etdik, deyin müsəlman olduq. Yəni dairə hələ dar çərçivədir. Aydındır. Finnə mən hukmət ləhu nusuz ənəhu mu'minun fə innəhu muslimun alə kulli həl. Və kimə ki naslar, Quran və Sünnə nasları iman hökmünü verirsə,
mütləqdir ki, ora yəni müsəlman halı da daxildir. Aydındır. Finnel iman vasful a'la min vasfil İslam. Çünki iman vəsfi İslam vəsfindən daha ucadır. Yəni mömin olmaq müsəlman olmaqdan daha ucadır. Li'annahu mushtaqqun minel emni, çünki bunundur kökü əminlikdən götürülüb, o da bir batini işlərdir. Yəni daxili işlərdir. Hansı ki sənin etibarına buraxılır. Yəni əminlik nə deməkdir? Yəni iman sözü əminlikdəndir. Yəni mən səndən əmin oldum, yəni buraxdım, yəni sənin etibarına. Aydındır? Yəni etibar elədim. Düzdür? Yəni mən zahirdə görmürəm sən nə edirsən. Əminəm. Yəni əmin olmaq nəyə aiddir? Daxilinə, insanın daxilinə aiddir. Amma İslam nədir? İslam təslimiyyətdir, zahirdə olandır, zahirdə görürsən. Yəni ki, təslim oldum. Aydındır bu fərq. Feyzə utliqəl iman fi nusus dəxələ fihil İslam. Və Quran və sünnə naslarında iman sözü təkdə gələrsə, İslam mənası onun daxilindədir. Aydındır bu. فإنه ثابت له الإسلام والمسلم لا بد أن يكون معه إيمان يصحح إسلامه. Və hər bir müsəlman gərək ki, onun imanı da olsun ki, İslamını səhihləşdirsin. Çünki zahirdə gördüyümüz müsəlman hələ o deməkdir ki, onun İslamı səhihdir. Onun İslamı Allah qatında nə vaxt səhihdir, nə vaxt ki, onda iman var. Aydındır. Yəni hər bir müsəlman onu səhihləşdirən, yəni İslamını səhihləşdirən imanı olmalıdır. Aydındır bu. Və illə kənə münafiqən. Əks təqdirdə kimdir bu? Münafiqdir. Yəni zahirdə müsəlmandır, imansa yoxdur. Və lakin la yəstəhiqu ən yəmdah bihi və yusna aleyhi bəl imanuhu naqisun və yətəəttə təmsiluhu. Sonra deyir ki, əl-imanu şər'i. Şəri imana gəldikdə isə, şəri iman nədir? Söz və əməldir. Qavlun və əməlun, qavlul qalb və lisan. Qəlbin və dilin sözü, həmçinin qəlbin, dilin və əzaların əməli. Deməli, qəlbin və dilin sözü, qəlbin sözü nədir? Kim deyər? Təsdiq. Mərifə və təsdiq. Yəni, qəlbin sözü mərifə və təsdiqdir. Yəni, Allahı bilmək, tanımaq, təsdiq etmək. Bu nədir? Qəlbin sözüdür. Qəlbin əməli nədir? İxlas, qəbul, yəni bunlar nədir? Sevgi, bunlar yəni qəlbin əməlidir. Sonra keçirik, yəni zahirdə olan söz, aydındır, yəni dillə demək və əzalarla həmçinin təsdiqləmək. Və yezidu bit-ta'a və yanqusu bil-ma'siyə. Və bu deyir, itayətlə artır və asiliklə də azalır. Fədəxələ fihi cəmil məmurat səvə kənə minəl vacibət ol-müstəhibbət. Və buna daxildir, bütün əmr olunan şeylər daxildir nəyə? İman məfhumuna daxildir. Yəni, iman nədir? Bütün bizə əmr olunan, vacib və müstəhəblərdən ibarət olunan əmrlər hamısı daxildir bura. Və həmçinin bura daxildir qadağa edici şeyləri tərk etmək. Və qadağa da yenə də bölünür iki yerə. Haram olan və məkruh olan. Aydındır bu. Və dəxilə fihi tərk cəmil mənhiyyət səvə kənə zəlik mənhi yunafi usuləddin bil kulliyə əvlə. İstər bu deyir, qadağa deyir, yəni bura daxildir, iman sözünə daxildir, həmçinin qadağaları tərk etmək. İstərdir bu qadağalar dinin üsulunu aparır, bütövlüklə, istər də yəni onun tam aparmır. Finnə tərifuhu əl-məzkur yəşmilü zəlik. Bu tərif hamısını əhatə edir. Fəmə min xaslətin min xasalit ta'a illə və hiyə minəl iman. Demək ki, itayətlərin bütün xüsusiyyətləri hamısı nədir? İmandır. Və həmçinin haramların da bütün tərkləri hamısı nədir? İmandır. Sonra deyir ki, ən uca mərtəbəsi imanın la ilahe illallah kəlməsidir. İxlas kəlməsidir. Həmçinin buna İslam kəlməsi deyilir və yaxud yəni urvatul vusqa, möhkəm ip deyilir və yaxud kəlmətut təqva deyilir, təqva kəlməsi və yaxud əsasul millə, yəni adları çoxdur bu kəlmənin, yəni la ilahe illallah kəlməsinin və yaxud
Miftahul cənnə deyilir. Cənnətin açarı. Aydındır bu. Və ən aşağı dərəcəsi isə yoldan əziyyət verən şeyi, daşı və ya tikanı, yəni götürmək, bu da nədir? İmanın ən aşağı dərəcələrindəndir. Sonra deyir ki, həya isə imanın bir şöbəsidir, bir hissəsidir. Çünki həya insanı asiliklərdən saxlayır. Yəni, həya insanı asiliklərdən saxlayır. Lə'ənnəl iman yanqasmu ilə i'timari və intihə. Çünki imandır bölünür əmirlərə və qadağalara. Düzdür? Əmirlərə və qadağalara. Fizə hasal intihə bil həyə. Əgər deyir, əl çəkmək, yəni əmirləri yerinə yetirmək, qadağalardan da əl çəkmək. Düzdür? Həya insanı vadar edir nəyə? Qadağalardan əl çəkmək. Yəni, imanın yarısı. Düzdür? Həya nəyə aparır? Qadağaları çəkinməyə aparır. Qadağalardan çəkinməyə. Və kənə bədul iman, demək ki, yəni, bu imanın bir hissəsidir. İmanın demək olar ki, yarısıdır. Vəl həyə min afdalil əxlaq. Və həya deyir, yəni ən əfsəl əxlaqdandır və ən böyüyündəndir qədir qiymətində. Bəl huvə xassatul insaniyə. Bu, yəni insaniyyət xüsusiyyətidir. Necə ki, hədisdə keçir. İzləm təstəhi fəsnə məşiətə. Utanmırsansa, istədiyini et. Yəni, bu həyatda, yəni. İnsanın, yəni, həyası insanın fitrətindəndir. Həmçinin, yəni, feillərini bəzəyən zinətidir. Yəni, pis, çirkin işlərindən çəkindirir insanı. Yəni, həya budur. Sonra ki, imanın rükunları isə, bayaq dedik, nədir? 6-dır. Yəni, üsulu 6-dır. Yəni, imanın 6 üsulu var. Hansı ki, bu 6-dan hansısa getsə, iman bütövlüklə getmiş olur. Yəni, imanın birinci şöbələri, birinci 6 şöbəsi nədir? Rükunlarıdır, usullarıdır. Onlardan hər hansısa gedirsə, insan bunu ilə kafir olur, dindən çıxır. Bundan savayı isə, bu 6-dan sonra gələnlər isə insanı dindən çıxartmır. Aydındır. Vəlakin minhə mə yazulu bi zavalihi kəmalil imanul vacib. Lakin yəni o 6-dan sonra gələn şöbələrdən eləsi var ki, insanın imanının vacib hissəsini aparır. Yəni böyük günah sahibi olur. Eləsi var isə müstəhəbliyini aparır. Aydındır. Yəni kamilliyindən gedir. Kamillik iki cürdür. Kəmalül vacib, kəmalül müstəhəb. Necə ki, digər dərslərdə keçmişdik bunu. Hə? Deməli, iman bölünür 3 qismə. İman hansı ki, o rükün getsə, imanın səhihliyi pozulur. İman səhih deyil. İmanın yoxdur. Aydındır. Bu nədir? Üsuldur. Ondan sonra gəlir kəməl, kamillik. Kamillik bölünür 2 qismə. Kəməlül vacib, vacib olan kamillik və müstəhəb olan kamillik. Vacib olan kamilliyi pozulursa, yəni kamillik o deməkdir ki, bunun getməsi ilə dindən çıxmırsan, imandan çıxmırsan. Üsul odur ki, bunun getməsi ilə imandan çıxırsan. Aydındır? Yəni, üsul odur ki, yəni imanın sihhəti odur ki, bu yoxdursa iman yoxdur. Bu da dedik ki, 6 rükündür. Aydındır? Bundan aşağı olan dərəcələr nədir? Kamilliklərdir. Hamısı kamilliklərdir. Sonra kamillik özü bölünür. Kəməlül vacib, vacib kamil və müstəhəb kamil. Aydındır. Vacib kamil o şeylərdir ki, bunu yerinə yetirmək, bunu tərk etməklə insan neyinir? Böyük günah sahibi olur. Amma dindən çıxmır. Çünki dindən çıxardan dedik ki, yuxarıdakı 6 dənəsidir. Müstəhəb isə, müstəhəbi tərk edən kamilliyindən gedir, amma nədir? Günah sahibi olmur. Aydındır bu. Sonra deyir ki, o həzə əzumə ərkanil iman. Və birinci 6 sadalanan, hansı ki, inşallah gələn dəfə götürərik bunu. Yəni, bu imanın ən üstün